yoxdur. Hamısı zədəlidir. Çox danışarım. Başa düşürsən, mən çox həyəcanlanıram. Orada bizi, inanırsan müəllim, orada yemək gətirdilər. Aman deyirdilər. Deyir, amanları gətirin. Azərbaycanda da bilirdilər. Məsələn, 40 nəfər, 20 nəfər bir otaqdayıq, 20 nəfər. Orada bizim əl yazmalarımız var. Orada yazırdıq, xəttlər çəkirdik. Burada olmuşuq, burada olmuşuq. Orada axşamlar inan Allaha yemək yemirdik ki, yeməyi həmən boşqabı qoyub başımızı o qədər dubinka ilə, kuvvatla vurdular ki, o yeməyi yediyimizi kusurduq. İnan Allaha, bax, çox acınacaqlı, dəhşətli bir halda. Yemək yemirdiniz ki, başınıza vuracaq. Bəli, yemək yemirdik ki, onu biz qutaracaq, inan Allaha. Mən bütün əsirlik yoldaşlarım da təsdiq edə bilərdim. Bilmirəm, mən çox əziyyət çəkirəm. Orada sizə bir yaxşı bir erməni baxan bir yaxşı bir ürəyanan yox idi? Yox, orada yox idi, orada yox idi, hələ. Bizi oradan Müslümaniyyə gətirəndə, onlar da danışmaq. Bizi oradan gətirdilər, Müslümaniyyə gətirəndə, Müslümana kəndində bizi, hələ onu qoyun, dayanım, o üçün danışım. Günlərin bir günü, o Batılıdan idi, Şərif adında kişi idi. Yaşlı kişi idi, onlar da 60-70 yaş. Yaşlı kişi idi. Bununla məni kartof çıxartmaq apardılar, əkmişdilər. Bu Daşaltı tərəfə. Bizi apardılar, Daşaltı tərəfə. Təxminən bilirəm, o yeri Şuşaya girəndə gördüm. Şərif adında bir kişi idi. Yanımda kartoşka yığırdı. İnanırsan, yığa bilmirdi, bunu döyürdülər. Mən hərdiyib, fırlayıb, yırdıqca bunun da mişoğuna, vedrəsinə, bax, belə atırdım. Onun üstünə mənə çox əziyyət verdilər. Dedim, nə olar? Onun hesabına o kişi sağ gəlmişdi. Mənim rəhmətli atama gəlib demişdi ki, o gəlmişdi. O hərəkətinə görə mən əsirlikdən gəlmişdi ki, Camanşir kişi, sənin oğlunun gözündə nəsə, burada bir şiddət var idi. Gözüm sarıqlı olurdu orada. Atam da orada mənə deyir ki, gələndən sonra və deyir ki, bəs mən onda bildim ki, sənin gözünə vurublar. Həmən kişini, onu mən orada demək belə şey çıxmasın, orada xilas elədim, gəldim şükür Allaha ki, gəldi Azərbaycanımızda rəhmətə getdi, yaşlı kişi idi, çox dövdülər. Sizə orada robot rəqəbə vermişlər. Bəli, bizə günlərin bir günü bizi 20 nəfər, 30 nəfər bizi Şuşadan Müslümana kəndinə gətirdilər. Müslümana kəndinə gətirəndə mən gələndən sonra həmin kəndə getmişəm də, özüm orada həmən o komandişinin atasının evini gəzmişəm də, indi onu danışacağım. Bizi gətirdilər orada, bizi orada Füzulini bizə söktürürdülər daşlarını. Burada nə var?Əsirik, sök. Çox şeyi qırırdıq, dağıdırdıq ki, gəlməsin. Biz nə bilək bu, şükür Allaha, tikdiyimiz zaman töyük ferması 2 dənə, donuz ferması, dırnaq arası komandişi deyən Samvel Babayanın ata evi. Ata evi, getdik şükür Allaha, getdik, gəldik. Orada o qədər səcdə elədik, dizlərimizi atdıq yerə, Allaha yalvardıq ki, ay Allah, sana çox şükür ki, heç olmasa bu Füzulini, kətləri söktük, getdik. Həmən yer bizə qismət, Azərbaycanımıza qismət oldu. Hansısa bir kasıbın balası, hansısa bir Azərbaycanlı yaşayacaq orada, heyvan saxlayacaq. Şükür Allaha ki, o qəddar düşmana qalmadı o yer. Bizim o əziyyətimizdə bizi orada qaça-qaça işlədirdilər. Başa düşürsən, bizi orada çox qaça-qaça işlədirdilər və mən Yezdiyə gedirdim, əsas məni Xirazla, Kamazla qruplar olurdu. Bir dəfə qrupun biri gedəndə 6 nəfər, Orucəli adında oğlan vardı. Orucəli idi, Emin idi, Zaur qardaşımız idi, Ələmşat var idi, Emin var idi. Yazıq metro hadisəsində gəldi, orada metroda rəhmətə getdi. Orucəli gələndə orada yolda miniyə düşüb şəhid olmuşdu. Biz ikinci qrupda gedə bilməmişdik. Və orada o qədər o fermanı tikəndə qaça-qaça hərəkət edib işləyirdik ki, mənim o cəld işlədiyimə görə ermənilər mənə orada robot rəqəbi qoymuşdu. Robotda bilirsən də, yəni robotda da robot qaldı məndə. Mən o qədər işlətdilər, həmən o ləqəbi verəndən sonra günlərin bir günü Arayik adında balaca ermənidir, Zayt istəyirlər. Həmən o orada çəkiliş edib gəlmişəm. Lazım olursa o kadrı verərəm sizə. Orada həmən o mağazində, o küçdə gəldilər. Gördük ki, mənim hərəkətimdən bəlkə də görür ki, bu qaça bilər. Mən hər dəfə
biz uşaqlarla hazırlaşırdıq. Vaxt gəlirdi ki, imkan gəlirdi ki, bir qaçaq. Mən bir neçə dəfə qaçmaq istəmişəm. Qaçan olub, Allah canlarını sağ eləsin. Qaçıblar, biz sevinmişik ki, heç olmasa bir nəfər, iki nəfər qaçıb, canını qurtarıb. Həmin o qaçanların üstünə bizi döyürdülər. Başımızda şampan butulkası qırırdılar. Başımızda çox şeydilər. Bax, tək ayağımızın üstə Əsirlikdən qaçan qaçan olanda bizi divara köydə bizi döyürdülər. Biz amma deyirdik ki, şükür Allaha, 3'ü də qaçdı, 5'i də qaçdı. Bax, bunu belə deyirdik, başa düşürsən çox. Həmin o Arayev dediyim erməni Zayt deyirdilər. O gördü ki, mən hərəkətim xoşu gəlmədi. Cəld hərəkət elə, mən bunları bəlkə də vura bilərdik, tuta bilərdik, qaça bilərdik. Onlar bilirdi kimi zərərsizləşdirmək lazımdır. Və məni həmin yerdə, həmin o mağazinin üstə, məni orada başıma taxtanın üstündən mismarla vurdu. Baxa bilərsən bir dənə burada, bax, baba, buradır. 3 dənə mənim başıma mismar vurdu. Onunla da mən elə bir ki, bədbax oldum. Mən zəiflədim, pis günə qaldım. Ondan sonra ikinci dəfədə kəlləbeyin travması aldım. Mismar girmişdi, 3-4 santı girmişdi, 2 girmişdi başıma. Bax burada. Bax, taxta ilə vurmuşdu. Uşaqlar yəqin bilərlər də, hamısı da mənim haqqımda deyirlər. İndi mən özüm demirəm. Bir dəfə də o həmən o dırnaq arası Samvel Babayanın bacısı oğlu vardı, Norik idi. Deyirdi ki, elə erməni də deyirdi, robot yekstey, bura gəl də, yəni gəl bura işlə. Mən də getmirdim. Dedim, mən gedəmərəm da, mən avtomatın altındayım, mazurum var, mən çıxa bilmərəm. Mən çıxdım, buna görə də mənim əsir yoldaşlarıma da əziyyət verərlər. Orada, həmin orada lomla bax, görsən bunu, bax bunu